Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Bakı vaxtıyla saat 16-dır. Bu deməkdir ki, Dünya Televiziyasının efirində üz-üzə proqramıdır. Bugünkü qonağım həkimdir. Eyni zamanda qələmi də çox sevir. Tək həkim deyil, həm də filosofdur. Bugün onunla fəlsəfi fikirlərimizi bölüşəcəyik. Qonağım Sabir Əliyevdir. Sabir müəllim, xoş gördük sizi. Necəsiz? Var olun. Necəsiz? Şükür Allah. Mən sizə Sabir müəllim deyə müraciət edim, yox Sabir həkim deyə müraciət edim? Əlbəttə, bütün sənədlərin hamısının yüksək müraciəti müəllimdir. Sabir doktor da deyə bilərsiniz. Aydındır. Sabir müəllim, biz, misal üçün, bu efirimizdə bir çox suallar olur ki, o suallara fəlsəfi yanaşmaq lazım gəlir və sualı da elə qoyuram ki, qonağım da çalışır ona fəlsəfi bir açıqlama versin. Sizin üçün ağıl nədir? Sözsüz ki, bütün insanlar bilirlər ki, ağıl nədir və ağılla da öz fəaliyyətlərini davam etdirirlər. Aha. Ağıl çox Allah tərəfindən insana verilmiş üstün bir cəhətdir. Yəni, ağılın içərisində bizim bilmədiyimiz çox cəhətlər var. Ağıl təhlil apararaq nəticələr ortaya qoyur və insan fəaliyyətini tənzimləyir. Ağıl yoxsa tamah? Ağıl, əlbəttə, hər bir şeyin əsası ağıldır. Aha. Tamah da ağılla bərabər insan həyatında çox böyük əhəmiyyəti var. Əslində tamah qəbul olunmur, amma əslində yaşayışda ağılla paralel gedir. Cəmiyyətdə həmişə bu fikirlər, həmişə müzakirə mənbəyi olub. İnsanlar həmişə tamahı, bəzi qruplar deyir ki, tamah üstündür, bəzi insanlar deyir ki, ağıl üstündür. Amma əslində bunların üstünlüyü müqayisə etmək olmaz. Çünki düşüncənin tərkib hissələri var. Onlara baxanda görürsən ki, ağıl da, tamah da bir düşüncə formasıdır. Sadəcə olaraq işlənmə yerindən asılı olaraq və ağılın təhlilindən alınan nəticəyə görə ya tamah üstün olur, ya da ki, ağıl üstün olur. Yəni, ağılda da, tamahda da məqsəd eynidir. Yəni, insanın yaşayışını, maddi və mənəvi təminatın bir yerdə aparırlar. Ona görə də ağıl, tamah, düşüncə tərəfindən həyata keçirilən bir düşüncə formasıdır. Yer kürəsində olan bütün insanlar ağıllı insanlardır? Ağıl bütün canlılarda var. Amma onun... Heyvan da canlıdır. Bəli. Amma onlarda, belə deyək də, ağıl varmı heyvanlarda? Heyvanlarda, bəli, primitiv ağıl var. Aha. Ağıl yanında düşüncə formasını deyək. Heyvanlarda düşüncə var, düşüncə forması var. Əgər hər hansı bir kiçik canlı və yaxud da ki, böyük canlılar həyat tərzində fərq edə bilirlərsə, öz həyatlarını sürdürməkdən ötəri bir təhlükəni fərq edib dəyərləndirə bilirlərsə, demək bunlarda düşüncə var. Mən birinci kitabımda yazmışam, qeyd eləmişəm ki, bütün canlılar eyni prinsiplə yaranıb. Allah tərəfindən eyni prinsiplə yaranırlar. Amma düşüncə tərzlərinə görə bir-birindən çox fərqlidirlər. İnsanda yekun nəticə verən ağıl var. Amma digər canlılarda bu yoxdur, ağıl yoxdur. Ağıla qədər olan bütün düşüncə kateqoriyaları var. Amma başqa canlılar, tutaq ki, heyvanlar, əvvəlcədən nə edəcəklərini dərindən düşünüb, onlara qarşı olan təhlükəni aradan qaldırmaqdan ötəri tədbirlər görə bilmirlər. Sadəcə onlar görürlər, görəndən sonra tədbirlərin həyata keçirdirlər. Özləri müdafiə etmək üçün, təhlükəsizliyini əldə etmək üçün, qidasını tapmaq üçün düşüncə kateqoriyaları orada var. Amma insan kimi düşünmək yer üzərində insandan başqa ikinci bir varlıqda yoxdur. İnsan bu dünyada daimi qala bilərmi? İnsan bu dünyada
qala bilməz. Çünki insan bir proqramlı şəkildə həyat tərzi sürür. Burada belə bir fikir yadıma düşdü. Ulu Öndərin sağlığında dediyi bir fikir var. Deyir ki, insan həyatda əgər onun həyatı daha normal bir həyatsa, o dəyərli bir həyat yaşayıbsa, o özündən sonra bir iz qoyub getməlidir. İnsanın həyatda qoyduğu iz o insanı həyatda yaşadır. Yəni, insanın özü fizioloji olaraq həyatda qalması mümkün deyil. Onun özündən sonra qoyduğu əsərlərdir və yaxud da özündən sonra qoyduğu, yaratdığı nəsil üzərindən həyatda yaşaya bilər. İnsanın həyatı proqramlıdır, o proqram daxilində həyat müvəqqətidir. Bax, siz danışdıqca öz beynimdə düşünürəm. Deyirəm ki, əgər bu dünyaya gələn insanlar, yəni insanların sonu ölümlə nəticələnməsəydi, əgər biz daimi yaşayan olsaydıq, yəni sonumuz ölümlə bitməsəydi, dünyanın yükü çox ağır olardı. İnsanların sayı həddindən artıq çox olardı. Və deyərdim ki, bu dünya bizi daşıya bilməzdi, insanları daşıya bilməzdi. Hətta bir əsər oxumuşdum mən, unutdum o əsərin adını. Orada qəhrəman, indi bu yazıçının təxəyyülüdür, qəhrəman o qədər Allah ona ömür verir, o çox yaşayır və sonda özünə ölüm arzulayır ki, mənə ölüm qismət elə, mən artıq kifayət qədər yaşamışam bu dünyada, indi ölmək istəyirəm. İndi diqqət edin, Sabir müəllim, yaşamaq uğrunda mübarizə aparanlar bəzən olur ki, ölüm istəyirlər, ölüm arzulayırlar ki, artıq yaşamışam, bitdi, gedim. Bəli, insan dünyaya qısa desək ölməyə gəlib. Amma bu elə bir gözəl bir proqram içərisində insan yaşayır ki, insanın həyata bağlılığı o qədər çox cəhətli və dərindirmi? Dərindir. İnsan həyatdan yaşadıqca yaşamaq istəyir. Amma insan, dünyaya gələn insanın heç birisi demir ki, mən dünyaya ölməyə gəlmişəm. Bəs niyə gəlir insan dünyaya? Hamısı deyirlər ki, mən dünyaya yaşamağa gəlmişəm. Yaşama. Vəbşə, ümumiyyətlə, insan deyə bilər də özünə, mən bu dünyaya niyə gəldim? Mən deyə bilərəm özümə, mən bu dünyaya niyə gəlmişəm? Bu məsələ, yəni, fəlsəfi nöqteyi nəzərdən çox dərin məsələdir. İnsanın dünyaya gəlməsinin səbəbini bilmir. İnsan özündən asılı olmayaraq dünyaya gəlir. Və onun üçün yaradılmış bir şəraitdə ömrünü zamanla inkişaf elətdirir, başa çatdırır və nəhayət elə bir momentə gəlir ki, insan həyatını dəyişməlidir. Yəni, bu əvvəlcədən nəzərdə tutulmuş bir qanundur, yaşayış tərzidir. İndi görək ki, insan dünyaya gəldi, ölməsə nələr baş verər? Bax, indi sual verirəm sizə. Bir çox alimlər deyir, içi siz qarışıq da bu fikri deyirsiniz ki, insanlar yaşamaq üçün dünyaya gəlir. Digər alimlər, filosoflar da bu fikri söyləyirlər ki, insan bu dünyaya ölmək üçün gəlir. Biri deyir yaşamaq üçün gəlir, biri deyir ölmək üçün gəlir. Biz bu dünyaya niyə gəlirik? Burada iki məsələ var. Yəni, birinci, insan həyata məqsədli şəkildə gəlir. İnsanın həyata gəlməsi onun özünə asılı deyil. Aha. Amma insan həyata gəldikdə o ölümü düşünmür. Ölüm uzaq məqsəd, böyük məqsədin nəticəsidir. Son nəticədir. İnsan o son nəticəni qəbul etmək də istəmir, görməməzlikdən gəlir. Çünki yaşayış həyatda o qədər ona gözəl bir yaşayışda bir stimul var. O stimulun arxasıca insan öz həyatını sürdürür. Dünyaya gəlib özü fiziki olaraq inkişaf edir, sonradan öz yerinə öz davamçılarını qoyur və nəhayət öz həyatdan yavaş-yavaş sıradan çıxmağa, fiziki cəhətdən zəifləməyə və s. gedir. Ona görə də insan əvvəlcədən ölümə o qədər əhəmiyyət vermir. Amma insan proqramlı həyat içərisində yaşadığına görə onun ölümü labüddür. İndi görək ki, insan ölməsə nələr baş verər? Əvvəla, ölüm inkişafın önünü açır.
İnsan kiçik yaşdan inkişaf etdi, elmləndi, cəmiyyətə töhfə verdi, cəmiyyətin inkişafında iştirak elədi və nəhayət gəldi, çatdı, fizioloji olaraq başladı orqanizm zəifləməyə. Ondan sonra bu əvvəlki gördüyü işləri yerinə yetirə bilməyəcək və nəhayət səhnədən uzaqlaşır. Amma təsəvvür edək, insan qocaldı, 50-100 yaş ölmədi. Bütün canlılar da bu qismindən. Əgər canlılar ölməsə, bunlar bir neçə il ərzində yer üzəri bütün canlılarla tutulmuş olar. Dünyanın ekoloji sistemi pozulmuş olar. Ona görə yaranışda əvvəldən nəzərə alınıb ki, yaşlılar tərk eləməlidir, cavanlar gəlməlidir. Hər bir insanın dünyaya gəlişi bir yenilikdir. Yenilik özü ilə inkişaf gətirir. Əgər insan qocalıb yeniliyin qarşısını alırsa, demək, təbiətin, cəmiyyətin qanunlarını pozmuş olacaq. Ona görə də istər bitki aləmi, istərsə bütün canlı aləm, istərsə insan, yaşlaşanlar, qocalanlar sıradan çıxmalıdır. Cavanların, gənclərin yolunu açmalıdır və cəmiyyət inkişafa gedə bilsin. Sabir müəllim, siz müəyyən yaşa gəlib çatmısınız. Allah ömrünüzə bərəkət versin. Sağ olun. Siz neçə il yaşamaq istərdiniz bundan sonra? Siz neçə il bundan sonra yaşamaq istərdiniz? Bəli, insan nə qədər fizioloji cəhətsə, mənəvi cəhətsə öz istəklərini yerinə yetirə bilirsə, onun yaşamaq üçün özündə stimul var. Aha. Amma hər vaxt ki, insan bu imkanlardan məhrum olanda cəmiyyətin inkişafına, ailənin inkişafına maneə çevrildikdə insanlar ölmək istəyir. Həmən yaşda hər bir yaşlı adamın ölmə yarısı var, xahişi var ki, həyatın... Siz özünüzə neçə il ömür arzulayırsınız? Neçə il yaşamaq istərdiniz bundan sonra? Mən onu təxmin eləyə bilmərəm, söz deyə bilmərəm. Görürsünüz, yaşamaq uğrunda mübarizə gedir burada. Amma istərəm ki, bu imkanım, bu fizioloji, bu dünya görüşümdən mən lazımi səviyyə qədər yaşayayım. Hasansa mən əngələ dönəcəmsə, həmən günü Allahdan rahat ömrümü tapşırmaq istəyirəm. Allah sizin ömrünüzə bərəkət versin, Sabir müəllim. Allah sizə can sağlığı versin, sağlam canla yaşayasın. Bax, bunu sizə arzulayıram. Və növbəti sualıma keçid almaq istərəm. Sizin üçün müdriklik nədir? Müdriklik dərin düşüncədir. Müdriklik. Bax, var, hikmət var. Elə buna yönəltmək istərdim sualımı. Müdrik insan var, hikmətli insan var. Müdriklə hikmət, onlar bir-birlərini tamamlayırlar. Bəli, o müdrik, dünyanın inkişafı əks tərəflərlə nizamlanıb. Eyni zamanda dünyanın yaranışı, bütün canlıların, dünyanın, canlı və cansız dünyanın yaranışı bir-birindən əks olan iki tərəflə tənzimlənib. Yaranışın lap ilkin başlanğıcı olan müasir elmə görə ondan da aşağı kiçik elementlər var. Yəni atomların özündə əkslik var. Bütün kainat əksliklə yaranıb. Bütün canlılar əksliklə yaranıb. Bütün fikirlərin özündə əkslik var. Yəni bir tərəflə inkişaf ola bilməz. Dünyada deyək ki, hər şey yaxşı olsun. O yaxşı özü-özünə tərəf ola bilməz. O inkişafdan qalacaq və sıradan çıxacaq. Yaxşı olanda da biz inkişafdan qala bilərik ki? Yaxşıdan, hamı yaxşı olsa inkişafdan qalarıq. Hamı pis olsa, yenə də inkişafdan qalarıq. Demək, biz yaxşıdan yaxşı olmağa meyilli olmalıyıq. Bəli, biz daha yaxşı pislik qarşısında, daha yaxşı olmaqdan ötəri, yaxşı mübarizə aparmaqdan ötəri, inkişafa töhfə verməkdən ötəri biz daha yaxşını arzulayırıq. Eyni zamanda pislik də olmalıdır ki, yaxşılıq o pisliklə mübarizə edib daha düzgün yolu seçə bilsin. Və bu baxımdan da müdrikliklə, demək, hikmət arasında da bu cür ziddiyyət var. Yəni, hikmətli hadisələrdə hadisələrin səbəbi bilinmir. Onun səbəbin, yaranma səbəbini bilmədiyimiz üçün biz ona hikmətli
bax hikmət kimi baxırıq. Yəni bunun içində bir həqiqət var, amma biz o həqiqəti görə bilmirik. Bunu deyirik ilahi hikmətdir. Eləmi? Amma bu hikmətin açılmasının da bir tərəfin müdriklikdə qoyub. Müdriklik deyək ki, dərin düşüncə ilə müdriklik işıqlığına malik olan bir bilikdir. O həmin hikmətdə nə var? Hikmətdə qaranlıq var. Bilinməyən cəhət var. Amma müdriklikdə dərin düşüncə ilə bilmək var. Orada müdriklik işıqlığı var. O müdriklik işığı bu hikmətin qaranlığına düşdükdə oradakı olan qaranlığı, zülməti aradan qaldırır, həqiqəti görünməyən yerdən görünən hala gətirir. Bax, hikmət bu dərəcədə qaranlıq, amma müdriklik bu qədər araşdırıcı, işıqlıq gətirən, həqiqəti ortaya çıxmasına səbəb olan bir elmdir. Bu elmin sahibləri də, mən deyim ki, sizə əksərən bu müdrik insanlar ilahi tərəfindən seçilmiş insanlardır və bunlara da vergi verilir. Bəzən olur bu vergi verilməklər orta yaşlarda, kiçik yaşlarda və yuxarı yaşlarda da mümkündür. Mən bu yaxında televiziyada elan elədilər. Bir 4-cü, 5-ci sinif şagirdidir. Riyaziyyat üzrə dünyada birinci yer götürür. Yəqin siz onu bilirsiniz. Bizim əhalimiz də bilir. Bu uşaq kimi milyonlarla uşağı var. Bəs nəyə görə bu uşaqda bu qədər müdrik fikirlər var? Bu dünyada birinci yer götürür. Demək, bu uşaq bünövrədən seçilmiş bir insandır. Bəlkə genetika burada öz sözünü deyir. Bəli. Bəlkə genetika öz sözünü deyir. Genetik bu uşaqda bax belə bu cür dərrakə var. Genetik bir təməldir. O təməlin üstündə ona əlavə vergi verilir, şans verilir, imkan verilir. Yəni bir o işə düşmək üçün lazım olan bir mexanizm lazımdır. Tutaq ki, hər hansı bir yuxarı yaşlarda fundamental elm sahələrini bilən adamlar sonradan ona bir təkan deyək, bir talçok deyək, təkan deyək, bu təkandan elə bil yəni ki, onun imkanları açılır və bu yeni ixtiralara səbəb olur. Amma bu kiçik uşağın da bu dərəcədə böyük nailiyyətlər əldə eləməsi bu təsadüf ola bilməz. Yəni genetiklə bu dərəcədə yüksək səviyyədə elm olsun, yəni bu təsadüf olan şeylərdir. Yəni bunun da dərin səbəbini bilmədiyimiz üçün biz deyirik ki, bu vergilidir. Sözsüz ki, həyatda çox adamlar bu vergili təsdiq edirlər. Belə deyək, seçilmiş insanlardır. Çünki əgər dəqiqliyə baxanda, dərinliyə baxanda hər birimiz insan, amma hər birimiz rəssam olmuruq. Görürsünüz, onlar fərqlidir. Onların belə deyim, fırçalı olan marağı, adi fırça ilə yaratdığı əsərlər demək seçilmiş insandır. Hər kəs şair ola bilməz. Düzdürmü? Amma sıralarımızda elə insanlar var ki, onu gecə də oyatsan, gözünü açıb bir belə deyək, lampaya belə baxsan, çırağa baxsan, ondan nəysə, onun gözəlliyindən nəysə yazacaq. Və yaxud pəncərədən, aynadan, yağışın yağmasından nəysə yazacaq. Və yaxud bəstəkarlar adi daşın daşa dəyməsini onlar bir səs olaraq qəbul edirlər. Düzdürmü? Demək, o insanlar seçilən insanlardır. Hər birimiz bəstəkar olmuruq, hər birimiz rəssam olmuruq, hər birimiz həkim ola bilmərik. Yəni, cərrahlıq sənəti elə bir peşədir, həkimlik peşəsi elə bir peşədir ki, çox dəqiqliyi sevən bir peşədir. Orada hardasa səhv eləmək olmaz, çünki insan faktoru var, insan var, insanın həyatı var. Düzdürmü? Düz. İnsandan söz düşmüşkən, gəlin zamanla insanı müqayisə edək. İnsan da gedir, zaman da gedir. Düz. İnsan dəyişir, yoxsa zaman dəyişir? İndi burada belə bir şey var. Həyatda bizim yaşadığımız dünyadan
kənar zaman yoxdur. Əslində zaman yoxdur. Zaman görünməyən bir varlıqdır. Zaman niyə yoxdur? Zaman var. Mən elə onu demək istəyirəm. Mən deyirəm, zaman yoxdur. Aha. Görünməyən insanın beyninin təxəyyülüdür. Görünməyən varlıqlar var. Tutaq ki, maqnit sahəsi, yerin cazibəsi, elektromaqnit dalğaları, bunlar görünməyən varlıqlardır. Eləmi? Bu varlıqların tərkibi var. Bunlarda hardasa bir obyektivlik var, reallıq var. Bunun tərkibi var. Tutaq ki, maqnitin tərkibi var. Elektromaqnitin də özünün tərkibi var. Amma zamanın tərkibi yoxdur. Zaman xəyali varlıqdır. İndi bu nə ilə bağlıdır? Bu insanın düşüncəsi ilə bağlıdır. Bu zamanı bizə zaman kimi keçən vaxtı dəyərləndirmədən ötəri demək təbiət hadisələri ilə bağlılığı var. Yəni yerin öz oxu ətrafında fırlanması, gecə-gündüzü yaratması, insanlar özlərinin fəaliyyətini tənzimləməkdən ötəri zaman anlayışını günəşə nəzərən tənzimləyib öz işlərini o cürə aparırlar. Qaldı, bu digər canlılar da həmçinin öz fəaliyyətlərini gecə ilə və gündüzlə tənzimləyirlər. Maraqlıdır, gündüz də yaşayan canlılar var, gecə də yaşayan canlılar var. Gecə yaşayan canlılar gündüzdən çəkinirlər, gündüz yaşayan canlılar da gecədən. Yəni, bu zaman insanın fəaliyyəti ilə bağlıdır və insanın düşüncəsi ilə bağlıdır ki, zaman terminini işlətməklə öz həyat fəaliyyətlərini nizamlaya bilsinlər. Bax, əslində zaman belədir. Zaman heç vaxt dəyişmir. Siz gecə-gündüz dediniz, bir məqama toxunmaq istərdim, sonra zamana yenidən qayıdış edəcəm. Gecə-gündüz, günəş gündüzü göstərir. Ay axşamı göstərir, gecəni göstərir. Diqqət edin, günəş də parlayır, ay da parlayır. Niyə günəş gündüzdür, ay gecədir? İkisi də parlayır. Günəşin şüaları, günəşin işığı daha güclü olduğu üçün, yəni günəş özündə olan partlayışlarla o şüaları yer səthinə çatdırır. Amma günəşin işığı həm ayı işıqlandırır, həm də yeri güclü işıqlandırdığına görə ayın işığı gündüzlər günəşin işığının kölgəsində qalır. Aha, mən sizi başa düşdüm. Gecələr günəş işığı arxa plana keçdiyinə görə oradan işıqlanan ay yeri işıqlandırır. Amma burada da bir ilahi hikmət var. Niyə bəs ay yeri nə üçün işıqlandırır? Yəni də yerdə olan həyatı sönməsin deyə ay öz işığı ilə yerin zülmət qaranlığından onu xilas edir. Bax, burada bir sualda yaranır. Ayın dostları ulduzlardır. Bəs günəşin dostu kimdir? Necə? Ayın dostları ulduzlardır. Ay ulduzlarla dostluq edir. Ay olanda, ulduzlu gecə olanda deyirsə, ay nə gözəl gecədir, ulduzlu gecədir. Bəs günəşin dostu kimdir? Ayla ulduz günəşin dostudur. Günəşin əvvəla günəşin dostluğu, yəni belə müqayisə edəndə, yəni bənzədəndə birinci növbədə harda canlı varsa odur, yerdir və günəşin ətrafında fırlanan ki, planetlər yoxdur. Bunların arasında rabitə var, bunların arasında deyək ki, ünsiyyətə oxşar bir münasibət var. Əlbəttə, günəş ətrafında olan demək, bütün planetlər demək olar ki, günəşin dostudur. Biz biraz öncə zamandan danışdıq. Söylədiniz, zaman elə o zamandır. Qəribədir. İnsan, biraz əvvəl də söylədim, insan da gedir, zaman da gedir. Amma insan dayanır,
zaman dayanmır. Əgər zaman dayansaydı insan kimi nə baş verərdi? Zaman demək insan yaşayışın əhatə edən bir məfhumdur. İnsan həyatının bütün dövrün əhatə edən bir məfhumdur. Yəni insan kiçik dövrlərindən ta orta yaradıcı dövrü, sonra qocalıq dövrünə qədər və gecənin və gündüzün bir-birinin əvəz etməsini görür və buna görə də öz işini tənzimləyir. Amma bu insan dünyaya gəldiyindən inkişafdadır, dəyişikliyə uğrayır, həm mənəvi cəhətdən inkişafdadır, həm fizioloji cəhətdən inkişafdadır. Bu zaman kəsiyində biz hansı ki insan nə qədər fizioloji olaraq qocalmayıb, ora qədər insan daim dəyişir. Amma zaman həmən zamandır. Zaman nə vaxt dəyişər? Onda gərək yerin günəş ətrafında fırlanmasında, yerin, ayın günəşlə olan münasibətində bir fərqlilik olsun, onda zaman dəyişə bilər. Amma zaman nə qədər günəşdən asılıdır, yerdən asılıdır, bu qurulmuş sistemdən asılıdır, zaman heç vaxt dəyişməyəcək. Zaman sabit qalacaq, insan, canlılar inkişaf edib, inkişafın yolunu açacaq. Bax, söylürsünüz, zaman sabit qalacaq. Aydındır, zaman sabit qalır, amma eyni zamanda zaman gedir. Nə qədər sabit də olsa, amma gedir, öz axarı ilə gedir. Amma insan da gedir, hardasa artıq dayanır və hər şey bitir. Onun üçün bitir, ondan sonraki gələn üçün o davam edir. Bir növ zaman həm mənimlə dostluq edir, həm mənim övladımla, həm nəvəmlə, nəticəmlə, kötücəmlə, süticəmlə və iticəmlə. 7 nəsil əvəz edir. Bax, belə zaman hamısı ilə dostluq edir. Onda zamanla, belə deyək ki, biz dostluq eləməliyik də. Etibarlı dostdur zaman. Zaman etibarlı dost ola bilməz. Zaman etibarsızdır. Zaman etibarsızdır. Zaman İstəmədiyin vaxt gələ bilər. Əgər bizi ilə dünyanı tərk eləmiş olsaydı, onda biz deyərdik ki, zaman etibarlıdır və bizi tənha buraxmadı, bugün də yanımızdadır. Amma zaman bizim yaşamağımız üçün bir vasitədir. İndi burada ilahi hikmətin böyüklüyü ondan ibarətdir ki, biz öz dünyamızı tərk etməmiş, yerimizə öz əvəzedicimizi gətiririk. Amma biz dəyişirik, nəsil dəyişir, inkişafdadır, amma zaman inkişafda deyil. Bəzi insanlara da deyirlər ki, zaman dəyişir bu insan. Bu insanın bir xarakteri yoxdur. Zaman dəyişir. Zaman dəyişir, əlbəttə. İnsan üçün zaman onun yaşına görə, ömrünə görə insan dəyişir. Amma zaman insanın yaratdığı o fikir insanın özünə məxsusdur ki, məsələn, uşaqlıq illərin zamanı ilə yuxarı yaşın zamanın təhlil edir. Deyir, o zaman yaxşı idi, yəni ki, bu quruluş yaxşıdır, o birli quruluş yaxşıdır və hətta bu quruluş pisdir, o birli quruluş yaxşıdır. Bu zamana bir aidiyyəti yoxdur. Hər bir insanın öz yaşı var, bioloji yaşı var. Niyə insanların çoxu bioloji yaşını qəbul eləmir? Misal üçün, mən bioloji yaşım 1 yaşdır, amma özümü ruhən daha gənc hiss edirəm. Sizdə də belə haldır, yoxsa yox? Bəli. İnsanın bəs onda insan nə vaxt qocalacaq? İnsanın mənəvi aləmi heç vaxt qocalmır. Çünki mənəvi aləmdə, yəni deyim ki, maddi məsələ çox azdır. Yəni, düşüncə ki, dediyimiz mənəvi aləm var. Bu mənəvi aləmin qocalmaq ehtimalı yoxdur. Mənəvi aləm həmişə cavandır. İnsanın ömrünə qədər, məsələn, dəyişən nədir? Dəyişən insanın fizioloji quruluşudur. İnsan güzgəyə baxmasa, elə özün əvvəlki kimi cavan hiss edir. Tamamilə doğru söylüyorsunuz. Ona görə də insanın qocalması, mənəvi cəhətdən qocalması yox, demək olar ki, yoxdur. Bəzi məqamlarda yaşla bağlı olaraq yaddaşında zəiflik olsa da, amma mənəvi düşüncəsinə görə
İnsan həmişə cavandır. İndi biz reklam fasiləsinə ayrılacağıq, amma reklam fasiləsinə keçməmişdən öncə bir məqama toxunmaq istərdim. Xüsusilə bu sosial şəbəkələrdə video görüntülər qabağıma çıxır. Xüsusilə xarici xanımların görüntülərini gördüm. Bir-birinin ardınca o məqama toxunmaq istərdim. Məsəl üçün, müəyyən yaşa çatıb, yaşlı qadındır. Amma özünü elə rahat hiss edir, həm onun geyim tərzi, həm onun rəqsləri, özünü aparması düşünürsən. Məsəl üçün, mən özüm baxanda bir Azərbaycanlı olaraq düşündüm ki, bu yaşına uyğun hərəkət eləmir. Sonda belə anlama gəlib çıxırıq ki, bu insan öz bioloji yaşını görmür. Düzdür, yəni dəqiq. Aynanı da sevmir. Dəqiq belədir. İndi mən fikrə yönəldim. İnsanın mənəvi halın fizioloji halı formallaşdırır. Fizioloji halın təbiətində qocalmaq var, amma mənəvi halın deyək ki, qocalmaq ehtimalı yoxdur. İndi fiziologiya mənəvi hal yaradır. Mənəvi hal sonradan fizioloji quruluşu idarə edir. Bu fizioloji quruluşu idarə edən, yəni ağıl, mənəvi hal, deyir sən cavansan. Mən sənin özündə niyə qocalıq hiss eləməlisən? Sən mən həmən adamam da, yəni. Ona görə də o fiziologiyasına fikir vermədən özün daxilən cavan saydığına görə geyimi də, hərəkəti də ona bağlıdır. Aydındır. Səbir müəllim, təşəkkür edirəm. İndi biz reklam fasiləsinə ayrılacağıq. Reklamlar bitdikdən sonra isə söhbətimizi həm davam edərik, həm də yekunlaşdırarıq. Hörmətli izləyicilərimiz, hal-hazırda efirdə reklamlar olacaq. Reklamlar bitdikdən sonra dərhal bir söhbətimizi çox hörmətli həkimimizlə davam etdirəcəyik. Qonağım isə Sabir Əliyevdir. Hörmətli izləyicilərimiz, yenidən üz-üzədəsiz, bizi izləyirsiniz və Sabir müəllimlə söhbətimizi davam etdiririk. Bugün biz bir çox məqamlara toxunduq. İndi isə istərdim, mənim üçün doğma olan bir mövzu var. Bəlkə də özüm də o, necə deyim, o insanlara aidim. Gəlin analardan danışaq. Etiraz eləmirsiniz ki? Yox, çox yaxşı, maraqlı olur. Hər bir insanın həyatda anası olur. Əlbəttə. Hər birimizi bu dünyada bütün insanlar hamısını ana dünyaya gətirir. Məni də ana dünyaya gətirib. Üzr istəyirəm, mənim də övladlarım var ki, onların anası mənəm və bununla qürur duyuram. Hər zaman deyirəm ki, bu dünyada ən yüksək bir vəzifə varsa, o da ana olmaqdır. Anadan o yana yoxdur. Biz hər birimiz analarımızın qarşısında baş əyirik. Ana gələndə, ata gələndə ayağa qalxırıq. Bu bizim milli xarakterimizə aid olan xüsusiyyətdir. Ana, 3 hərfdən ibarət olan bir sözdür. A. Amma fikir verin, bu ana sözündə nə qədər müdriklik var, nə qədər hikmət var, nə qədər ağır çəki var. Anaların adı çəkiləndə özündən, necə deyim, razı olan bir insan, hamıdan özünü güclü hesab edən insan, ananın qarşısında çox zəif olur. Hələ mən onları deyirəm. Yəni, fərqi yoxdur, bu fəhlə olsun və yaxud hansısa bir vəzifəni daşırsın. Ana adı çəkiləndə hər birimiz dayanırıq. Fərqi yoxdur, bu mənim anam olsun, sizin ananız olsun, dünyadan köçən analarımız olsun. Onların qarşısında hər zaman zəifik. Ana kimdir sizcə? Bu mənim fikrim idi, bu analar haqqında danışdım. Sabir Əliyev analara necə tərif verərdi? Ana böyük varlıqdır. Ananın kim olduğunu demək olar ki, hamı bilir. Kimin anası varsa, ananın kim olduğunu övlad müəyyən qədər bilir və ananın özü qədər ana kim olduğunu ana özü bilir. Ana ən böyük varlıqdır. Peyğəmbərimiz də fikir söyləyib. Amma onu ilə müqayisə olmasın, elə mən bu başdan deyirəm ki, cənnət
anaların qəlbindədir. Cənnət anaların qəlbindədir. İnsana, övlada anadan yaxın ikinci bir varlıq yoxdur. Söz yox. Yəni ata o qədər yaxın deyil ki, o qədər ana yaxındır. İzah edəcəm, əlbəttə. Uşağa, övlada, atadan ana yaxındır. Ana ilə uşağın arasında xüsusi bağlılıq var. İndi mən birazdan onu da izah edəcəm. Ana böyük varlıqdır. İndi bu böyük varlığa müqayisə eləyək. Düz uşaq üçün, yəni ata da şərtdir, amma ana tamam başqa bir dünyadır. Yavaş söhbətimizdə indi onu çalışacağım ki, araşdırım. Bax, ana yaradıcıdır. Torpaq da yaradıcıdır. Ananın, yəni insanla torpağın arasında bir bağlılıq var. Biz ananın qucağından ananın qucağına gedirik. Ana bizi doğur, torpağımız da bizi qəbul edir sonda. Düz fikirdir. İndi ana ilə torpağın tərkibində bir paralellik var, oxşarlığı var. Torpaq da yaradır, ana da yaradır. Amma ananın yaratdığı torpağın yarattığından üstündür. Ona görə biz anaya rəğmən deyirik ki, ana vətən. Bax, deyilişə fikir verin, ana vətən. Amma vətən ana deyilmir ki. Vətəni anaya bənzədirlər. Ana gör necə böyük varlıqdır. İndi vətən uğrunda müharibəyə gedən övladlar niyə torpaq üçün canın verirlər? Canın qurban verirlər torpaq üçün. Çünki yəni onun tərkibində olan ananın tərkibindədir. Anaya olan hörmət, oradan torpağa hörmət və torpağa hörmət, yəni anaya hörmət eləmiş kimidir. Necə övlad ana üçün canın qurban verməyə hazırdır, elə də anaya rəğbən torpağa da o cürə bağlıdır və anaya xatir torpağa da canın qurban verir. Bax, ana ilə torpaq arasında bu qədər bağlılıq var, ilahi tərəfindən. Ana bu qədər böyük, müqəddəs bir varlıqdır. İndi mənim üçün ana nədir? Ana kimdir? Ana kimdir? Fəlsəfədə adətən nədir, işarə olunur, ona görə işlənilir, ona edilir. Ana kimdir mənim üçün? Ana bir dünyadır. Dünya özü də bir anadır. Mənim üçün ana bir həyatdır. Həyatın özü ilə anadır. Ana qayğıdır. Qayğının özü də ananındır. Ana sevgidir. Sevginin özü də anadır. Övlad ana üçün eşqdir. Övlad ana üçün eşqdir. Ana övlad aşıqıdır. Bunların arasında olan məhəbbət gəldi, çıxdı aşıqlıq zirvəsinə. Aşıqlıq nə deməkdir? Aşıqlıq canana qurban verməkdir. Aşıqlıq canana qurban verməkdir. Ana övlad aşıqıdır. Övlad ana aşıqıdır. Bunların hər ikisi bir-birinə canın vermək, qurban vermək məqamındadır. Ana qarşısında övlad gözün qırpmadan ölümə gedir. Ana da övlad qarşısında gözün qırpmadan canın qurban verməyə hazırdır. Ana ilə övlad arasında bu qədər böyük ünsiyyət var. İndi ata nə üçündür? Ata rolu nə yerdədir? Bax, elə ataya keçəndə bir sual verim sizə. Niyə biz ana adı çəkiləndə yumuşaq oluruq? Ata adı çəkiləndə
belə istər-istəməz fərqli bir görüntü alırıq. Güclü oluruq, arxalı oluruq, bilirik ki, atamız yanımızdadır, atam var. Yəni fərqi yoxdur. Bu istər uşaq olsun, istər müəyyən yaşa çatmış insan olsun. Bu əvvəla uşağın anadan alacağı var. Uşaq gözün açandan anadan istəklərini alır. Ana ilə övlad arasında bir o qədər də pərdə, ara kəsmə olmur. Ana ilə yoxsa Ana ilə övlad arasında olmur. Bir ara kəsmə olmur. Aha. Hələ amma ata ilə övlad arasında övladın atadan körpə vaxtı alacağı bir şey yoxdur. Sadəcə olaraq atanı idarə edən kimi görür, təminatı eləyən kimi görür və onun sözünün qarşısında söz olmadığını görür və övlad ata ilə öz arasında müəyyən məsafə saxlamağa elə bir ki, özünə borc bilir. Amma qaldı istək məsələsində ananın uşağın dünyaya gəlməsində 2 payı var, atanın 1 payı var. Uşağın dünyaya gəlməsində ata vasitəsidir. Amma ana təminatçıdır, eyni zamanda yaradıcıdır. Ana 2 paydır, ata 1 paydır. Ona görə də uşaq anaya məhəbbəti daha çoxdur, nəinki ataya. Söz yox, ata qürur mənbəyidir, təhlükəsizliyini qoruyandır, təminatını eləyəndir və eyni zamanda genetik olaraq ata da kənarda deyil. O övladın cismində, canında atanın da payı var. O bağlılıq da oradan gəlir. Yaxşı, həyat nədir bəs? Bizə bu həyatı ana verir. Bəli, həyata gəlməyin səbəbkarı ata ilə anadır. Ancaq görək ki, həyat özü nədir? Həyat bir zaman daxilində, məkan daxilində insanın bütün fəaliyyətini əhatə edən bir anlayışdır. Yəni, insanın bir yaşadığı ömür, bir həyatı əhatə edir. Yəni, insanın bütün fəaliyyəti həyata keçirilir. Həyat barəsində alimlər müxtəlif sözlər deyiblər. Hərə öz həyatı, öz düşüncəsi kimi dəyərləndirib. Bəzi alimlər deyirlər ki, həyat cəhənnəmdir. Bəzisi deyir ki, həyat istirabdır. Mütəfəkkirlərin sözləridir bunlar. Bəzisi deyir ki, həyat bir sənətdir. Amma həyat bir ömrün bir mənasıdır. Həyat bir mənasıdır. İndi mənim öz təbirimcə... Bəlkə ömrün güzgüsüdür? Mən təbirimcə deyim ki, həyat hər bir insanın qaldıra biləcəyi maddi və mənəvi yükdür. Aha, aydındır. Sizcə yalan üstün olur, yoxsa sizcə yalan daha çox üstündür, yoxsa doğru üstündür? Bu da cəmiyyətin... Qısa cavablandırım mümkünsə. Qısa cavablandırım. Doğru üstündür. Doğru həqiqətdir. Doğru inkişafın əsasıdır. Yalan hərəkət verici qüvvədir. Yalanın növləri var, çoxdur. Yalan, zərərli yalan qəbul olunan deyil. Amma yerdə qalan, pozitiv fikir yaradan, ona ünsiyyət yaradan yalanlar var. Elm sahəsində nəzəriyyələr var. Nəzəriyyələr dəqiq deyil, yalan mahiyyət daşır. Amma nəzəriyyələr elmin açılması üçün əvəzsiz rol oynayır. Həqiqət tapılır, inkişafın davamını həqiqət verir, amma hərəkət verici gücüsü tapanı yalandır. Son sualım, bugünə aid olan efirimizin son sualı. Bu dünyanı insan yaşadacaq, yoxsa insan dünyanı yaşadacaq? Bu belə bir bağlılıqdır. Bunun hər biri sərbəst ola bilməz. Əgər insan varsa, insan dünyanı yaşadır.
Amma insan yaşayırsa, yenə də dünya insanı yaşadır. Yəni insanın yaşamağı təbii hadisələrdən, təbiətlə bağlılığından insan yaşayır, dünya insanı yaşadır. Demək Amma insanı yaşadan dünyadır, yoxsa dünyanı yaşadan insandır? İnsan dünyanı yaşada bilməz. İnsan öz Onda dünyası, dünya insanı yaşadır. dünya insanı yaşadır, insan öz dünyasını yaşayır. Aha, elə gəlin bu fikirlə də söhbətimizi bitirək. Buyur. İnsan öz dünyasını yaşayır. Həqiqətən də belədir. Sabir müəllimin fikri ilə mən razıyam. Sabir Əliyev bizim çox hörmətli qonağımız, həkimimiz, filosofumuz bugünkü efirimin qonağı idi və mən Könül Həbib qızı ilə üz-üzə əyləşib fikirlərini bölüşdüm. Bu günə bu qədər. Saat 16:50-dir. Üz-üzənin vaxtı bitdi. Sağ olun.